İngilis dilində çox maraqlı və tez-tez istifadə olunan bir idiom var. Belə səslənir. Get one's foot in the door. Get one's foot in the door. Bəs bu idiomun, ifadənin mənası nədir? Bu ifadə böyük bir məqsədə çatmaq üçün ilk kiçik şansı əldə etmək, yəni başlanğıc fürsəti qazanmaq deməkdir. Adətən insanlar istədikləri bir işə, layihəyə, şirkətə və ya sektora girmək üçün bu ifadədən istifadə edirlər. Təsəvvür edin ki, kiminsə qapısını döyürsünüz və qapı bağlanmasın deyə bir ayağınızı aralıqda saxlayırsınız. Yəni bir ayağınızı qapıya qoymaqla gələcəkdə daha böyük addımlar üçün özünüzə yer açırsınız, qapı aralayırsınız. Sadə cümlələr üzərində idiomun işlənməsini göstərmək istəyirəm. Məsələn, I got my foot in the door with a small job. Yəni kiçik bir işlə, yəni balaca bir işlə ilk fürsəti qazandım. Özümə, yəni gələcəyə bir qapı araladım. O mənanı verir. Və ya she got a foot in the door at the company. Yəni o şirkətə giriş imkanı əldə elədi. Yəni bəlkə də kiçik bir işlə başlayıb, amma fakt başlayıb. Və ya this course can help you get your foot in the door. Yəni bu kurs sənə başlanğıc fürsəti verə bilər. Gələcəyə, geniş addımlara, geniş fürsətlər qazanmaq üçün başlanğıc fürsəti verə bilər. So my question to you, have you ever tried to get your foot in the door somewhere? Where?